Bismillah və salatu və selamu ala Rasulillah, əmmə bə'd. Deməli, qardaşlar, Şeyx Hüseynin Fusulun fissiyam, oruc, zəkat, bir də təravih haqqında fəsillər kitabına davam edirik. Deməli, birinci, ikinci dərsi götürmüşdük. İndi üçüncü dərsi götürəcəyik. Üçüncü dərs nədir? Xəstə adamın, bir də müsafirin orucunun hökmü. Allah Subhanahu Quran-ı Kərimdə deyir ki, sizlərdən kimsə xəstə olarsa və yaxud da səfərdə olarsa, tutmadığı günlərin sayı qədər sonra orucunu tamamlasın. Həqiqətən də Allah siz üçün asanlıq istəyir və siz üçün çətinlik istəmir. Xəstə deyəndə, xəstə iki cür olur. Bir var, xəstəliyinin sağalmasına ümid olmayan kəs. Məsələn, xərçəng xəstəsidir və s. Yəni, bunun xəstəliyinin sağalmasına ümid yoxdur və yaxud da qocadır, acizləşir, yəni artıq bunda sonradan qəza tutmasına ümid yoxdur. Yəni, bu halda onun üzərinə qəza düşmür. Yəni, tutmadığı hər günə görə bir kasıbı yedizdirir. Yedizdirmək necə olur? İstəsə hər gün bir kasıbı yedizdirə bilər və yaxud da istəsə günlərin sayı qədər, məsələn, 30 nəfər deyək, yığır bir məclisdə. Onlara ya, nə bilim, səhər yeməyi verir, ya axşam yeməyi verir və s. 30 nəfər yığır. Yəni, bir gündə onları yedizdirir. Bu da olur ki, tutmadığı günlərin sayına görə, yəni hər günə görə bir kasıbı yedizdirmək. Bu xəstəliyi sağalmayan insanlar, necə ki, Abdullah bin Məsud radiyallahu anhu belə eləyirdi, qocalanda, yəni yığırdı 30 nəfəri, onları yedizdirirdi. Bu da olurdu Ramazanın hər gününə görə bir kasıbı yedizdirməyin qəzası. Bir də var ki, xəstəliyi sağalan kimsə. Məsələn, insan da xəstələnir, oruç tuta bilmir, ancaq ki, xəstəliyi sağalmayan xəstəlikdən deyil. Yəni, bu halda da fərqlidir. Məsələn, əgər xəstəliyi ona çətindirsə, ancaq ki, birinci halda xəstəliyi nə ona çətinlik yaratmır, nə də ona zərər vermir. Yəni, oruç tutmaq, xəstə vaxtı ona oruç tutmaq, xəstəlik yüngüldür. Yəni, oruç tutanda nə ona zərər vermir, nə də ona məşəqqət yaratmır. Bu halda oruç tutmalıdır. Yəni, çünki onun üzürü yoxdur tutmamaq üçün. İkinci halda xəstəliyi onun üçün çətin keçir, amma oruç tutsa ona zərər verməyəcək. Bu halda yəni, tutmaması daha əfzəldir. Yəni, tutsa bəyənilmir, amma tuta bilər. Ancaq ki, tutması daha əfzəldir. Allah Subhanahu ona verdiyi rüxsətdən istifadə eləmiş olur. Üçüncü halda da xəstəliyi əgər oruç tutarsa ona zərər verir. Yəni, oruç tutmağın ona zərəri olar. Bu halda ona oruç tutmaq haram olur. Ki, Allah Subhanahu Quran-ı Kərimdə deyir ki, öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yəni, bu halda həmin günləri oruç tutmur. Yəni, tutmağa haramdır. Ancaq ki, sağalandan sonra həmin günlərin qəzasını tutur. Sonra bu xəstənin hökmü. Bir də qaldı müsafirin oruç tutmağı necə olur? Müsafir də iki cür olur. Bir var ki, məsələn, kimsə oruç tutmamaq üçün səfər edir. Məsələn, bu hilə sayılır da, yəni. Ramazandır, ola bilsin, yaya düşüb və s. Oruç tutmaq istəmir, iminini tutmamaq üçün səfər eləyir. Belə eləmək olmaz. Bu halda ona oruç tutmaq vacibdir. Yəni, orucu tutmamaq üçün səfər eləmək bu haramdır, yəni hilədir. Yəni, buna oruç tutmaq vacibdir. Yox, əgər normal müsafirdirsə, bu zamanda müsafir də əgər yenə də onun səfəri, yəni ona məşəqqət yaradırsa, səfəri ağır keçir və səfəri ona məşəqqət yaradırsa, bu zaman ona oruç tutmaq haram olur. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Qazv günündə Peyğəmbər sallallahu aleyhi və səlləmə dedilər ki, yəni insanlardan bir neçəsinə oruç tutmaq ağır gəlir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm əsrdən sonraydı. Özü orucunu pozur, bir stəkan su ilə və sahabələr də pozur. Ancaq ki, pozmayan bəzi sahabələr qalır. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə xəbər veriləndə deyir ki, onlar günahkardır, onlar günahkardır. Yəni, əgər səfər məşəqqət yaradırsa, yəni ağır keçirsə oruc, o zaman bu halda oruç tutmaq olmaz. Yox, amma əgər səfərdə çətinlik varsa, ancaq ki, şiddətli çətinlik deyil də, yəni xəfif məşəqqətsə, bu zaman tutmamaq daha əfzəldir.
Allahın sənə verdiyi rüxsətdən istifadə eləmiş olursan. Yəni tutsan bəyənilmir, amma tuta bilərsən. Bir də var ki, səfərin heç bir məşəqqəti, heç bir problemi yoxdur. Yəni tutdun, tutmadın sənin üçün eynidir. Bu zamanda sən ixtiyar sahibisən. İstəsən tuta bilərsən, istəsən də tutmaya bilərsən. Yəni hansı daha rahatdırsa onu seçirsən. Və səfərdə, burada səfər deyiləndə bütün növ müsafirlər qəsd olunur da. Ola bilsin insanın səfəri müvəqqətidir. Məsələn, gedir həccə, ümrəyə və yaxud da hansısa bir qohumunu ziyarət eləmək üçün hansısa bir şəhərə gedib, uzaq bir yerə gedib. Yəni bu da müsafir hökmündədir. Və yaxud da işçilər olsun, məsələn, taksi sürücüləri olsun, avtobus sürücüləri olsun, nə bilim, pilotlar olsun və s. Yəni bir şəhərdən o biri şəhərə. Bunlar həmişə səfərdə olurlar da. Səfərdə olanda səfərdə sayılırlar. Yəni onlarda səfər əhkamları tətbiq olunur. Səfərdə olduğu müddətdə tutmaya bilər, qaydanda qəzasını tutur və yaxud da istəsə də tuta bilər, əgər ki, bacarırsa da, yəni məşəqqət yoxdursa. Yəni daim səfərdə olmaqları işlərinə görə. Bu onların yəni müsafir hökmünü onlardan götürmür. Yəni də müsafir olaraq qalırlar. Bu da ki, xəstə ilə müsafirin orucunun hökmü idi.